Üçbucaq ABC'də bucaq A 90 dərəcə, AB 4, AD perpendikulyardır BC və DC 15 olarsa AC-ni tapın. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən endirilmiş hündürlüyü üçün A kvadratı bərabərdir M vurulsun M plus N düsturunu tətbiq etsək, yəni AB-nin kvadratı bərabərdir BD vurulsun BC yaza bilərik. Bu da 4-ün kvadratı, BD-yə bir də x deyək, bərabərdir x vurulsun x plus 15. 16 bərabərdir x kvadratı üstə gəlinsin 15x, x kvadratı üstə gəlinsin 15x çıxılsın 16 bərabərdir 0. Köklərin buradan alırıq ki, biri -16, digəri isə 1-ə bərabərdir. -16 kənar kökdür, uzunluq mənfi ədəd ola bilməz. Onda x-i təyin elədik ki, x 1-ə bərabərdir və buradan alırıq ki, BC hipotenuzu 16 sm-dir. AC-ni təyin etmək üçün AC-yə bir y desək, ABC düzbucaqlı üçbucağında AB və AC katetlər, BC isə hipotenuz olduğundan 4-ün kvadratı üstə gəl y-in kvadratı bərabərdir 16-nın kvadratı. Yəni 16 üstə gəl y kvadratı bərabərdir 256. Y kvadratı bərabərdir 256 çıxılsın 16, yəni 240. Buradan da y bərabərdir kök altında 240. Bu da bərabərdir kök altında 16 vurulsun 15. 16-dan 4 çıxsa kök altında 15 qalar. Deməli y məsafəsi, yəni AC katetinin uzunluğu bərabər oldu 4 kök altında 15-ə.